Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ve men vala. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Ve mubtilatul hac babına çatdıq. Həcci batil edən amillər. Buyur. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. Həcci batil edən amillər. Həcc bu iki şeydən biri ilə batil olur. Birinci, Cəmeratul Aqabəyə daş atmadan öncə edilən cinsi yaxınlıq. Əgər cinsi yaxınlıq Cəmeratul Aqabəyə daş atandan sonra ifadə təvafından öncə baş verərsə, bu günahdır, amma həcci batil etmir. Bəzi alimlər deyirlər ki, ümumiyyətlə cinsi yaxınlıq həcci batil etmir. Çünki bu haqda açıq-aşkar sübut yoxdur. Bu məlumat Şeyx Muhammed İbrahim Şəkranın İrşad-ı Səri əsərindəndir. İkinci, həccin rukunlarından birini tərk etmək. Əgər həcc bu iki şeydən biri ilə batil olarsa, həmin adam üçün gələn il yenidən həcc etmək vacibdir. Təbii ki, bu imkan daxilində olmalıdır. Biz artıq yuxarıda imkan məfhumunu açıqlamışıq. Hər halda imkan olan vaxt həcc etməsi vacibdir. Çünki həcc imkan olandan sonra dərhal vacib sayılır. İki hərama aid qadağalar. İki səhih kitabda və digərlərində Abbad ibn Təmimin hədisi qeyd olunur. Onun əmisi Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Həqiqətən İbrahim Məkkəni həram saymış və ora üçün dua etmişdi. İbrahim Məkkəni həram saydığı kimi mən də Mədinəni həram sayıram. Rafizlər də ki, Nəcəf, Məşədi və Kərbalanı haram ediblər öz başına, heç bir iqtidarları çatmadığı halda və heç bir onlara icazə bunu verən olmadığı halda cürət eləyib İslam'a güya ki, İslam'a təbii ki, 3 dənə də haram əlavə elədilər. Məscid-i Haram Məşəd, Məscid-i Haram Kərbala, Məscid-i Haram Nəcəf. Və onların heç birinin əsli əsası yoxdur. Ziyarət olunmur. Ora səfər edilmir, o ki qaldı onların haram olması. Qayda hədisə, görək haram əhkamlarını kim təyin edə biləcəksiniz? Bu iki torpağın haram sayılması uca və nöqsansız Allahdan iki kəramətli Peyğəmbəri və elçisinə göndərdiyi vəhiy əsasında edilmişdir. Bəs Nəcəf, Məşəd, Kərbala kimi əsas edilmişdi? Rafizi əmmamələrin nəticəsində. Onların hər ikisinə Allahın salavatı və salamı olsun. Əl-Həramayn, yəni iki həram deyildikdə Məkkə və Mədinə nəzərdə tutulur. Şəriət qaydalarına görə bu iki şəhərdən başqasına haram adı vermək olmaz. Bəli. Hətta şəriət qaydalarına görə nə Əl-Əqsa, nə də İbrahim Əl-Xəlil məscidlərinə haram adını vermək olmaz. Bəli, çünki bu ad bizim əlimizdə deyil. Bu rütbəni biz vermirik. Onu Xaliq verir Subhanahu Teala. Çünki şəriət haram adını yalnız Məkkə və Mədinə şəhərlərinə aid etmişdir. Bu bir şəriət qərarıdır və bəşər ağlı buna müdaxilə edə bilməz. Bəli. Əl-Həramayn torpaqlarında bəzi əməlləri etmək qadağandır. Orada müvəqqəti yaşayanlar, yaxud həcc və ümrə ziyarəti, yaxud başqa iş üçün gələn bu əməlləri edə bilməz. Bunlar aşağıdakılardır. Birinci, heyvan və quş ovlamaq, ov üçün qovmaq və ya kömək etmək. İkinci, ot və ağacları yolmaq və ya kəsmək, yalnız zərurət yarandıqda bunu etmək olar. Bəli. Üçüncü, silah daşımaq. Dördüncü, Məkkə həramında həcilərin itən əşyaları götürməsi. Amma Məkkədə yaşayanlar bunu götürə və sahibini araşdıra bilərlər. Hər halda Məkkədə yaşayanla həci arasında qoyulan fərqin səbəbi aydındır. Çünki həcinin Məkkədə qalması müvəqqəti xarakter daşıyır. Ona görə də onun itən əşyanın sahibini tapması mümkün deyil. Kitabın müəllifi deyir, bu qadağaların dəlili
Peyğəmbərin sallallahu aleyhi və səlləmin Məkkənin fəthi günündə dediyi sözləridir. Allah bu torpağı göyləri və yeri yaratdığı gündən haram etmişdir. Bu torpaq Allahın əmri ilə qiyamətə qədər haram olaraq qalacaqdır. Məndən öncə heç kəsə orada savaşmağa icazə verilməmişdir. Bu hədisdən məlum oldu ki, haramı təyin edən kimdir? Xaliq subhanahu və teala. İnsan bunu etmiş. Baxın, hədisi təzən dinləyək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. İnnə həzəl bələdə harraməhullahu yevmə xalaqəs səməvəti vəl-ard. Fəvə haramun bi hurmətillahi ilə yevmil qiyamə. Allah bu torpağı göyləri və yeri yaratdığı gündən haram etmişdir. Bu torpaq Allahın əmri ilə qiyamətə qədər haram olaraq qalacaqdır. Məndən öncə heç kəsə orada savaşmağa icazə verilməmişdir. Mənə günün yalnız bir hissəsində Məkkənin fəth etmək üçün halal edilmişdir. Bu torpaq Allahın əmri ilə qiyamətə qədər haram olaraq qalacaqdır. Oranın ağacları kəsilməz, ovu qovulmaz, yaş otları yolunmaz, itən əşyanın sahibini axtaran insandan başqa kimsə burada itən əşyaları götürə bilməz. Bu zaman Abbas radiyallahu anhu dedi: Ey Allahın elçisi, yalnız ətirli qamışdan başqa. Çünki cəmaat onu dəfində və evlərin tikintisində istifadə edirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Yalnız ətirli qamışdan başqa. Buxari, Müslim, Nəsai. Cabir radiyallahu anhu deyir ki, mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Sizlərdən heç kəsə Məkkədə silah gəzdirmək halal deyildir. Hədis səhihdir. Səhih Əl-Cami Əs-Sağir, Müslim. Əli radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləmin Mədinə şəhəri haqqında belə dediyini rəvayət edir. Buranın göy otları dərilməz, ovu qovulmaz, itən əşyanın sahibini axtaran insandan başqa kimsə burada itən əşyaları götürə bilməz. Həmçinin burada döyüş etmək üçün silah gəzdirmək heç kəsə yaraşmaz. Buranın heç bir ağacını kəsmək düzgün deyil. Yalnız dəvəsini yedidirən istisnadır. Hədis səhihdir. Səhih Sünən Əbu Davud. Bu da ikinci haramımız bizim. Məscid-i Nəbəvi və ətrafı. Şeyx İbrahim Şaqra məsələyə açıqlama verərək deyir: Kim bu qadağalardan hər hansını edərsə, günah qazanmış olar. Belə halda o, tövbə edib bağışlanma diləməlidir. Yalnız əgər ovlayarsa, onda ihramda olan şəxs tövbə edib bağışlanma diləməkdən əlavə qurban kəsməlidir. Niyə görə? Dəlil. Gəlir, cəza. Cəza qatl seyd, babda gəlir. Ov heyvanını öldürməyin cəzası. Ona görə, çünki cəza var. Binasıl Quran. Yəni, o öldürmüsən Mədinədə, tövbə elədin, istiğfar elədin, ancaq buna qurtarmır, kəfarəsi də var, cəzası da var. Cəza qadlus seyd, binasıl Quran. Yəni, yüəllədin əmənu, lə təqtulus seydə və əntum hurum, və mən qatələhu minkum mütəammidən fəcəzəuhu, aydın bu ayət, fəcəzəun mislu mə qatələ minən nəami yəhkumu bihi zəvə adlin minkum. هديا بالغ الكعبة أو كفارة طعام مساكين أو عدل ذلك صياما ليذوق وبال أمره عفى الله عما سلف ومن عاد فينتقم الله منه والله عزيز ذو انتقام. Uca Allah buyurur: Ey iman gətirənlər! İhramda olarkən ovu, əti yeyilən heyvanları öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər, onun qiymətinə bərabər bir heyvanı Kəbəyə çatası, Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanılacaq qurban etmək, kəffarəsi isə gördüyü işin zərərini, acısını datsın deyə öldürdüyü heyvanın dəyəri müqabilində yoxsullara yedirtmək, yaxud ona bərabər hərəsi üçün bir gün olmaq şərti ilə yedirəcəyi yoxsulların sayı qədər oruç tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə,
Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir. Əl-Maidə surəsi 95-ci ayə. İbn Kəsir rahiməhullah təfsir kitabında 2-ci mücəlləd 98-ci səhifədə deyir. Bu uca Allah tərəfindən ihramda olan kimsənin ov heyvanını öldürməsinin haramlığı və bu işdə ona köməklik göstərməyə qadağan olması barədə verilən hökmdür. Bu qadağa öz mənasına görə birbaşa əti yeyilən heyvanlara aiddir. Qeyd. Sual oluna bilər ki, Əl-Haram hüdudlarında milçək, ağcaqanad və s. öldürmək olarmı? Cavab. Bəli, bu kimi ziyanvericiləri öldürmək olar. Çünki bunlar heyvanlar fəsilindən deyil, həşəratlardan sayılırlar. Həmçinin zərər verdikləri üçün öldürmək olar. Buna isə Ayşənin radiyallahu anhənin yuxarıda qeyd olunan rəvayəti dəlildir. Quruda yaşayıb əti yeyilməyən heyvanlara gəldikdə isə İmam Şafii rahiməhullah ihramda olan kimsənin belə heyvanları öldürməsinin icazəli olduğunu demişdir. Amma əksər alimlər, cumhur, belə heyvanların da öldürülməsinin haram olduğunu demişlər. Bu qadağadan yalnız aşağıda Buxari və Müslimin səhih əsərlərində nəql olunan hədisdəki heyvanlar istisna edilir. Zuhri Urvadan rəvayət edir ki, möminlərin anası Ayşə radiyallahu anhə Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. 5 heyvan vardır və onlar zərərli heyvanlardır. Bu heyvanlar ihramda olarkən və ihramda olmayarkən öldürülür. Bunlar qarğa, çalağan, əqrəb, sıçan və quduz ittir. Buxari, Muslim, Tirmizi. Əksər alimlərin rəyinə əsasən ovu qəsdən öldürənin cəzası ilə bilmədən öldürənin cəzası eynidir. Zuhri deyir, ovu qəsdən öldürənin cəzasını Quran, bilməyərəkdən öldürənin cəzasını isə sünnə isbatlamışdır. Yəni bu o deməkdir ki, ihramda olarkən qəsdən ov heyvanı öldürən kimsənin günah qazanması ilə bərabər cəzalandırılması da vacibdir. Yəni, bu o deməkdir ki, ihramda olarkən qəsdən ov heyvanı öldürən kimsənin günah qazanması ilə bərabər cəzalandırılması da vacibdir. Uca Allah buyurur, gördüyü işin zərərini, acısını dadsın deyə Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Əl-Maidə 95-ci ayə. Ov heyvanını bilərəkdən öldürənin cəzası Quranda necə deyilirsə, eləcə də ov heyvanını bilmədən öldürən cəzasının da vacib olması sünnədə Peyğəmbərin sallallahu aleyhi və səlləmin və sahabələrinin qərarlarında öz əksini tapır. Həmçinin ov heyvanının öldürülməsi zərər verməkdir. Zərərin qarşılığı isə həm qəsdən, həm də bilmədən zərər vuranın boynundadır. Lakin fərq ondadır ki, qəsdən edən günah qazanır, bilmədən isə buna görə qınanmır. Uca Allahın bu sözləri öldürdüyünə bənzər bir heyvanı kəssin. Öldürdüyü heyvanın əvəzinə ona bənzər bir heyvanı kəsməsinin vacibliyini vurğulayan Malik, Şafi və Əhməd və əksər alimlərin rəyinə dəlildir. Əgər öldürülən heyvanın ev heyvanlar arasında tayı olmazsa, belə halda İbn Abbasın qərarına əsasən onun dəyərini Məkkə miskinlərinə çatdırmalıdır. Bu rəvayəti Beyhəqi qeyd etmişdir. İbn Kəsir, Təfsirul Quran Əl-Azim, İkrimə deyir ki, biz Əl-Əzraq vadisində olarkən Mərvan İbn Abbasdan soruşdu. Əgər ev heyvanları arasında ovladığımız heyvanın tayını tapa bilməsək, necə edək? İbn Abbas dedi, onun dəyərinə baxır və o miqdarda da Məkkə fağırlarına sədəqə paylayırsan. Peyğəmbərin sallallahu aleyhi və səlləmin və səhabələrinin ovlanmış heyvanların misli haqqında verdikləri qərarlardan misallar. Cabir radiyallahu anhu deyir ki, mən Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən kaftar haqqında soruşdum və o belə cavab verdi. O, ov heyvanıdır. İhramda olan şəxs onu ovlayarsa, əvəzində bir qoyun kəsməlidir.
Hədis səhihdir. Səhih Sünən Əbu Davud. Cabir radiyallahu anhu deyir ki, Ömər ibn Əl-Xattab radiyallahu anhu kaftar öldürənin cəzasını bir qoyun, cüyür ovlayanın cəzasını bir keçi, dovşan ovlayan cəzasını yaşı tamam olmamış bir dişi çəpiş. Ərəb dovşanı ovlayan cəzasını isə 4 aylıq çəpiş təyin etmişdir. Rəvayət səhihdir. Əl-İrva, Malik, Beyhəqi. İbn Abbasdan radiyallahu anhudan rəvayət olunur ki, o Əl-Həram məscidinin göyərçinlərini öldürən, ihramda olan və ya olmayan kimsənin cəzasını bir qoyun təyin etmişdir. Rəvayətin sənədi səhihdir. Əl-İrva, Beyhəqi. İbn Kəsir rahiməhullah deyir, 2-ci mücəlləd 100-cü səhifədə. Uca Allahın bir heyvanı Kəbəyə çatası qurban etmək sözlərinin mənası Kəbəyə çatmaqdır. Kəbəyə çatmaq, kəffarə heyvanı orada kəsmək və ətini Məkkənin fağırlarına paylamaqdır. Məsələnin deyilən qaydada həlli yekdilliklə qəbul edilmişdir. Həmçinin Uca Allahın bu sözü öldürdüyü heyvanın dəyəri müqabilində yoxsullara yedirtmək, yaxud ona bərabər hərəsi üçün bir gün olmaq şərti ilə yedirəcəyi yoxsulların sayı qədər oruç tutmaqdır. Sözünə gəldikdə isə bu o deməkdir ki, əgər ihramda olan öldürdüyü heyvanın ev heyvanlarından olan tayını tapa bilməsə, yaxud öldürdüyü heyvanın mislində ev heyvanı əsla yoxdursa, yaxud ayədəki ardıcılığın, yaxud bağlayıcıları ilə birləşdirildiyinə əsaslanıb, seçim müxtəlifliyi baxımından məsələdən çıxış yolu axtararsa, o zaman öldürülən heyvan, yaxud onun mislində olan heyvanın dəyəri hesablanır və həmin məbləğə yemək alınır və hər yoxsula bir ovuc miqdarında sədəqə olaraq paylanılır. Əgər buna da imkanı çatmasa, yaxud seçim etmək istəsə, onda hər yoxsulu yedizdirmək əvəzində bir gün oruç tutmalıdır. Məlumat İbn Kəsirin təfsirindən müxtəsər şəkildə nəql edilmişdir. Həcc zamanı cinsi yaxınlıq etməyin cəzası. Əvvəldə də dediyimiz kimi, kim birinci təhəllüldən əvvəl cinsi yaxınlıq edərsə, onun həcci batil olar və o bir dəvə kəsməlidir. Əgər birinci təhəllüldən sonra, ikinci təhəllüldən əvvəl cinsi yaxınlıq edərsə, onun həcci batil olmaz, lakin buna görə bir qoyun kəsməlidir. İbn Abbasdan radiyallahu anhudan ifadə təvafını etmədən öncə, hələ minada ehramda olarkən cinsi yaxınlıq edən bir nəfər haqqında soruşurlar. O da onun bir dəvə qurban kəsməli olduğunu deyir. Rəvayət səhih mövquhdur. Əl-İrva, Beyhəqi. Amr ibn Şueyb atasından rəvayət edir və deyir, bir kişi Abdullah ibn Amrın radiyallahu anhunun yanına gəlib, ihramda olarkən qadını ilə cinsi yaxınlıq edən haqqında soruşdu. Amr radiyallahu anhu ona Abdullah ibn Öməri radiyallahu anhunu göstərib, get ondan soruş, dedi. Həmin kişi İbn Öməri tanımadığı üçün Şueyb də onunla getdi və o İbn Ömərdən soruşdu. Onun cavabı, sənin həccin batildir sözləri oldu. Kişi dedi, bəs indi mən nə edim? İbn Ömər dedi, cəmaat ilə birlikdə yola çıx və onlar edənləri et. Əgər gələn ilə yetişsən, həcc et və qurban kəs. Sonra kişi mənimlə bərabər Abdullah ibn Amrın radiyallahu anhunun yanına qayıtdı və bunu xəbər verdi. Abdullah ibn Amr radiyallahu anhu ona dedi, İbn Abbasın radiyallahu anhunun yanına get və ondan soruş. Şueyb deyir ki, mən də onunla bərabər İbn Abbasın radiyallahu anhunun yanına getdim və ondan soruşdum. Onun da cavabı İbn Ömərin radiyallahu anhunun cavabı kimi oldu. Sonra yenidən mənimlə bərabər Abdullah ibn Amrın yanına qayıtdı və İbn Abbasın dediklərini ona çatdırdı və dedi, bəs sən nə deyirsən? Abdullah ibn Amr dedi, mənim dediyim də onların dediyi ilə eynidir. Rəvayət səhihdir. Əl-İrva, Beyhəqi. Səid ibn Cübeyr radiyallahu anhu deyir ki, bir nəfər kişi öz qadını ilə birlikdə ümrəyə niyyət etmişdi. Qadın ziyarətini yerinə yetirib, saçını qısaltmadan öncə yoldaşı ona cinsi yaxınlıq etdi. Sonra bu haqda İbn Abbasdan radiyallahu anhudan soruşdu. İbn Abbas qadına dedi ki,
sən nəsə kəsməlisən. Qadın, nə kəsməliyəm, dedi. İbn Abbas, dəvə, inək, yaxud qoyun kəsməlisən. Qadın, bunların hansı daha yaxşıdır, soruşdu. İbn Abbas, dəvə kəsmək daha yaxşıdır, dedi. Rəvayət səhihdir. Əl-İrva Beyhəqi. Kim kəsməyə dəvə və ya qoyun tapa bilməsə, onda 3 gün həcdə, 7 gün isə qaydandan sonra oruç tutmalıdır. Uca Allah buyurur, ümrə edib, həcci yerinə yetirən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində 3 gün və vətəninə qaydandan sonra 7 gün oruç tutmalıdırlar. Əl-Bəqərə 196-cı ayə. 3 günün orucunu Arafa günündən öncə tutmaq daha yaxşıdır. Belə etməyən kimsə isə bu orucu təşrik, Zilhiccənin 11-i, 12-si və 13-cü günlərində tuta bilər. Belə ki, İbn Ömər və Ayşə radiyallahu anhə deyərdilər, təşrik günləri kəsməyə qurban tapmayan kimsələrdən başqa heç kəs oruç tutmağa icazə verilmirdi. Çünki əsli təşrik günlərində oruç qadağandır. Biz misal üçün burada təşrik günlərində oruç tuta bilmərik. İllə həcdə olanın boynunda 3 gün vacib oruc varsa qurban əvəzi, o zaman təşrik günlərində onlar tuturlar. Binassıl hədis. Hədisə dinləyək hədisi. Rəvayət səhihdir. Əl-İrva Buxari. Diqqət! Bu məsələdə qadınla kişi arasında fərq yoxdur. Sadəcə olaraq, əgər qadın cinsi yaxınlığa məcbur edilərsə, ona yaxınlıq edən ərindən fərqli olaraq onun boynuna qurban kəsmək düşmür və həcci də səhihdir. İrşadus Səri. Səid ibn Cübeyr radiyallahu anhu deyir ki, bir nəfər kişi İbn Abbasın radiyallahu anhunun yanına gəldi və dedi, mən ziyarəti bitirmədən öncə yoldaşımla cinsi yaxınlıq etmişəm. Nə edim? İbn Abbas radiyallahu anhu dedi, əgər yoldaşın sənin bu işinə kömək olubsa, hərəniz bir gözəl dəvə kəsməlisiniz. Əgər yoldaşın səni bu işə təhrik etməyibsə, onda sən bir gözəl dəvə kəsməlisən. Rəvayət səhihdir. Əl-İrva Beyhəqi. Həzə və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və sahbə əcməin.